1895-ci il 28 dekabr. Tarixdə kino adlı yeni bir səhifə açıldı. O axşam Parisdə qaranlıq bir zirzəmidə insanlar ekranda üzərlərinə doğru gələn qatarı görüb qorxudan yerlərindən qalxdı. Həmin qaranlıq zalda başlayan bu hekayə Parisdən Bakıya, səssiz filmlərdən səsli kinoya, ağ-qara kadrlardan rəngli ekrana və bir vaxtlar böyük kinoteatrları dolduran filmlərin bu gün böyük ekranlardan çıxıb cibimizdəki telefonlara sığdığı zamana qədər uzanır. Bu videoda mən kinonun bir nümayişdən necə qlobal sənətə və milyardlıq sənayeyə çevrildiyinin tarixini danışacağam. Light, kamera, action. Təsəvvür edin, kino hələ yoxdur. Nə zal var, nə ekran, nə də popkorn. Amma bir şey artıq mövcuddur. İnsan beyninin bir fənni. Gözümüz bir görüntünü bir anlıq yadda saxlayır və ardınca gələn görüntü ilə birləşdirib bunu hərəkət kimi qəbul edir. Buna görmənin davamlılığı deyirlər. Yəni kino əslində kameranın yox, beynimizin ixtirasıdır. 19-cu əsrdə alimlər bu sirri başa düşəndən sonra qəribə cihazlar ortaya çıxmağa başladı. 1832-ci ildə Joseph Plato fenokistiskopu icad etdi və insan ilk dəfə şəklə baxıb hərəkət gördüyünə inandı. Ardınca zoetrop gəldi. Artıq bu illüziyanı bir nəfər yox, bir neçə adam eyni anda izləyə bilirdi. Yəni kinoteatrın əsas ideyası, kollektiv baxış kino yaranmamışdan əvvəl mövcud idi. Taumatrop kimi sadə oyuncaqlar bu sirri uşaqların əlində gəzdirdi. İki şəkli bir kartda arxa-arxaya birləşdirib ipi bir az sürətlə fırlamaq. Beyin artıq bu hərəkətdir deyib razılaşırdı. Amma bu oyuncaqlar bir yerə qədər idi. Kino üçün həqiqi hərəkət lazım idi. 1878-ci ildə Edward Muybridge atın qaçışını ardıcıl fotolarla çəkdi və insan ilk dəfə anladı ki, hərəkət saniyənin içində düzülmüş şəkillərdən ibarətdir. Biraz sonra Anthony Jules Marey saniyədə onlarla kadr çəkə bilən bir cihaz hazırladı. Bugün kadr sayı, ritm, sürət dediyimiz anlayışlar məhz buradan doğuldu və sonra çox qəribə bir an gəldi. 1888-ci ildə Louis Prince dünyanın ən qədim film parçasını Roundhay bağında səhnəni çəkdi. Yəni kino qapını döydü, amma hələ içəri girməmişdi. 1890-cı illərdə Thomas Edison və William Dixon kinoteskopu yaratdı. Hərəkət vardı, lent vardı, hətta pul qoxusu da gəlirdi. Amma bir problem qalırdı. Bu görüntüyə yalnız bir nəfər baxa bilirdi. Demək olar ki, kino artıq var idi, amma kinoteatr yox idi. Hər şey məhz bu nöqtədə dayanır. Çünki çatışmayan son bir detal hələ tapılmamışdı. O detal isə 28 dekabr axşamı tamamlanacaqdı. Biz bu tarixi adətən bir cümlə ilə deyib keçirik. Kinonun doğulduğu gün 28 dekabr 1895-ci il. Amma əslində bu günün arxasında iki qardaşın çox sakit, çox texniki, saysız hesabsız detallarla dolu bir həyatı var. Lumière qardaşları Auguste və Louis nə rejissor idi, nə aktyor, nə də səhnə adamı. Ataları Antonin Lumière fotoqrafiya sahəsində işləyirdi və qardaşlar da bu mühitdə böyümüşdülər. Kimyəvi məhlullar, şüşə lövhələr, obyektivlər, qaranlıq otaq. Yəni onların dünyasında romantika yox, mexanika var idi. Kino da məhz belə insanlardan doğurdu. O dövrdə artıq Edisonun kinotoskopu vardı və insanlar gedib kiçik bir qutunun içində filmə baxırdılar. Amma bir problem qalırdı. Bu tək adamlıq möcüzəsi idi. Kino hissi yox idi. Zalda birlikdə gülmək, qorxmaq, eyni anı paylaşmaq yox idi. Lumière qardaşlarının etdiyi inqilab da məhz burada başladı. Onlar düşündülər ki, görüntü tək adam üçün qutuda yox, hamı üçün divarda olmalıdır. Amma bunun üçün cihaz başqa cür olmalıdır və nəticədə sinematoqraf yarandı. Sinematoqrafın möcüzəsi onun tək bir funksiyası deyildi. O eyni anda üç şey edə bilirdi. Çəkirdi, göstərirdi və hətta müəyyən mərhələdə nüsxə çıxarma prosesinə yol açırdı. Üstəlik ən kritik üstünlüyü cihaz yüngül və daşına bilən idi. Bu o deməkdir ki, kino laboratoriyanın içində qalmayacaq. Kamera küçəyə çıxacaqdı. Bazarın içində, fabrikin qapısında, stansiyada, şəhərin nəfəsində yaşayacaqdı. Və indi gəlib o gecəyə çıxırıq. 28 dekabr 1895-ci il Parisdə Grand Cafe'nin zirzəmisində kiçik bir zal. Böyük teatr deyil, saray da deyil, sadəcə zirzəmi. Amma o zirzəminin divarında dünya dəyişəcəkdi. İnsanlar yığışır, pul ödəyirlər. Cəmi 1 frank. Zalda işıqlar sönür, divar işıqlanır və ekranda hərəkət başlayır. Bu sadəcə görüntü deyil. Bu ilk dəfə idi ki, insanlar birlikdə eyni şeyi görür və eyni anda eyni hissi yaşayırdılar. Ekranda gündəlik həyatdan sadə, amma o dövr üçün möcüzə sayılan anlar göstərilirdi. Tarixin ilk filmi hesab olunan Lumière fabrikindən çıxan işçilər,
körpənin ailəsi ilə yemək yeməsi kinoda ilk ailə və məişət səhnələrindən biridir. Qızıl balıqların tutulması, sakit, müşahidə xarakterli kadr və ən məşhur film. Stansiyaya yaxınlaşan qatar. Hətta məşhur rəvayətə görə ekranda stansiyaya daxil olan qatar görünəndə bəziləri instinktiv geri çəkilir. Sanki qatar zalın içinə girəcək. O gecə ilk dəfə hərəkətli görüntü kütlə üçün göstərildi. İnsanlar bunu birlikdə yaşadı və kino elmi təcrübədən çıxıb ictimai hadisəyə çevrildi. O ana qədər hər şey hazırlıq idi. Optik oyuncaqlar, fotoqrafiya, Edisonun qutusu, amma 28 dekabr gecəsi kino ilk dəfə mən buradayam dedi və ən maraqlısı budur ki, o gecə başlayan işıq yerində qalmadı. Lumière qardaşları sinematoqrafı yaradanda bir şeyi çox dəqiq başa düşmüşdülər. Kino yerində qalmalı deyil. Bu cihazın ən böyük gücü təkcə görüntü yaratmaqda yox, daşına bilməsində idi. Ona görə də qardaşlar təkcə film çəkmədilər, operatorlar yetişdirdilər. Sinematoqrafı çamadanlara qoyub dünyanı dolaşan operatorlar. Yəni kino çamadanını yığdı və dünyaya çıxmağa başladı. Və çox keçmədən həmin işıq dalğası cəmi 3 il sonra 1898-ci ildə Bakıya da çatdı. Bu təsadüf deyil. O dövrün Bakısı sadəcə şəhər yox, enerji mərkəzi idi. Neft fontanları ilə qaynayan, Avropa, Rusiya və Şərq arasında körpü rolunu oynayan, texnologiyanın və kapitalın toplandığı bir məkan. Fransız fotoqraf və operator Alexander Michon Bakıya gəldi və ilk xronika sujetlərini lentə aldı. Bibi Heybətdə neft fontanı yanğını, Əlahəzrət Buxara əmrinin yola salma mərasimi, Qafqaz rəqsi, xronikal sənədli və İlişdin adlı bədii sujetlərin müstəqil nümayişini təşkil etdi. Xüsusilə Bibi Heybətdə neft fontanı yanğını və Balaxanıda neft fontanı kadrları dünya kino tarixində çox xüsusi yer tutur. Çünki bunlar təkcə Azərbaycan kinosunun başlanğıcı yox, neft sənayesinə həsr olunmuş ilk filmlərdən biri idi. Yəni kamera sənaye ilə ilk dəfə bu qədər açıq-aydın məhz Bakıda üz-üzə gəldi. Elə buna görə də Heydər Əliyevin fərmanı ilə Mişonun ilk çəkiliş günü olan 2 avqust bu gün Azərbaycanın milli kino günü kimi qeyd olunur. 1916-cı ildə Azərbaycan kinosu çox vacib bir mərhələni adladı. İlk tam metrajlı bədii film Neft və Milyonlar sənədində ekranlara çıxdı. Baş rolda dövrünün böyük teatr aktyoru Hüseyn Ərəblinski oynayırdı. Bu film milli kino düşüncəsinin doğuluşu idi. Bir il sonra isə Üzeyir Hacıbəylinin Arşın Malalan operettası səssiz film kimi lentə alındı və milli musiqi ilə kino arasındakı ilk ciddi bağ yarandı. Kino artıq bizdə sadəcə texnologiya yox, mədəniyyətin daşıyıcısı olmağa başlayırdı. Dünya kinosunda isə George Miles sayəsində kamera təkcə reallığı göstərmədi. O aldatmağı, bükməyi, yoxdan var etməyi öyrəndi. Kino bu anda ilk dəfə xəyal qurdu. Elə həmin dövrdə daha sakit, amma çox önəmli bir addım da atıldı. Alice Guy kameranı ilk dəfə ardıcıl bədii hekayə danışmaq üçün istifadə edən rejissorlardan biri oldu. Yəni kino artıq gördüm yox, danışmaq istəyirəm deməyə başladı. Amma hekayə üçün təkcə xəyal yetmirdi. Kino öz dilini tapmalı idi. Bir kadrdan o birinə necə keçmək olar ki, tamaşaçı başa düşsün. Burada böyük sıçrayış baş verdi. Edwin Porter Böyük Qatar Soyğunu filmində paralel montajdan istifadə etdi. Eyni anda fərqli yerlərdə baş verən hadisələr göstərdi və tamaşaçı ilk dəfə hiss etdi ki, kino zamanla oynaya bilər. Ardınca Grift gəldi və kinonun əlifbasını yazdı. O sübut etdi ki, kameranı aktyorun üzünə yaxınlaşdırmaq olar və bir üz 1000 sözlük dialoqdan daha çox emosiya danışa bilər. Səssiz kino dövrü isə maraqlı bir paradoks idi. Kino danışmırdı, amma bütün dünyada başa düşülürdü. Charlie Chaplin və Buster Keaton bədənlərini dilə çevirmişdilər. Bir addım, bir baxış, bir pauza və tamaşaçı hər şeyi anlayırdı. Eyni dövrdə Alman ekspresionizmi göstərdi ki, kino təkcə dünyanı yox, insanın içini də göstərə bilər. Kölgələr uzandı, dekorasiyalar əyildi, vizual üslub psixologiyaya çevrildi. Və sonra kino bir anda dil açdı. 1927-ci ildə The Jazz Singer ilə səs gəldi və hər şey dəyişdi. Dialoq, nəfəs, musiqi, kino yeni bir güc qazandı. Ardınca rəng gəldi. The Wizard of Oz filmində ağ-qara dünyadan rəngli dünyaya keçid təkcə texniki yox, hekayənin özü idi. Kino artıq rənglə danışırdı. 20-ci əsrin ortalarında isə kamera küncdə dayanmadı. Orson Welles vətəndaş Kane ilə kameranı hekayənin aktiv iştirakçısına çevirdi. Ardınca İtalyan realizmi küçəyə çıxdı. Fransız yeni dalğası qaydaları pozdu. Kino dedi, mənim üçün artıq sərhəd yoxdur. Bir anlıq düşünün. Kino bir vaxtlar laboratoriyada aparılan sakit elmi təcrübə idi. Biraz işıq, biraz mexanika, biraz da insanın gözünün aldadılması.
Amma 20-ci əsrin əvvəllərinə gəldikdə bu təcrübə birdən-birə nəhəng bir biznesə çevrildi. Kino artıq təkcə sənət deyildi. Pul idi, güc idi, təsir idi və bu gücün mərkəzi Hollywood oldu. 1920-30-cu illərdə Hollywoodda elə bir sistem quruldu ki, bu gün onu sadəcə studiya yox, film fabriki adlandırırlar. Bu sistem vertikal inteqrasiya üzərində qurulmuşdu. Yəni eyni şirkət filmi çəkir, onu paylayır və üstəlik hansısa kinoteatrda göstəriləcəyini də özü qərar verirdi. Tamaşaçı nə izləyəcək, aktyor kim olacaq, film neçə həftə qalacaq, hamısı bir mərkəzdən idarə olunurdu. Bu sistemin zirvəsində Hollywoodun məşhur böyük beşliyi dayanırdı. Metro-Goldwyn-Mayer, Paramount Pictures, Warner Brothers, 20-ci əsr Fox və Erko Pictures. Bunlar sadəcə studiya deyildi, imperiya idi. Universal, Columbia və United Artists isə kiçik üçlük idi. Onlar film çəkirdilər, amma kinoteatr şəbəkələrinə sahib deyildilər. Bu sistem çox sərt işləyirdi. Aktyorlar, rejissorlar, ssenaristlər illərlə studiyaya bağlanırdı. Kimin hansı rolu oynayacağını studiya qərar verirdi. Ulduzlar azad deyildi, amma ulduz sistemi məhz burada yarandı. Tamaşaçı filmə yox, üzə bilet alırdı. Kino sənətdən çox istehsal xəttinə bənzəyirdi. Hər il onlarla film, eyni janrlar, eyni formul və kassalarda olurdu. Amma bu sistem nə qədər güclü idisə, bir o qədər də kövrək idi. 1948-ci ildə ABŞ Ali Məhkəməsinin tarixə düşən Paramount qərarı studiyalara, kinoteatrlara sahib olmağı qadağan etdi. Sistem bir anda sarsıldı. Elə həmin dövrdə televiziyanın evlərə girməsi də kinoteatrlar üçün ikinci zərbə oldu. Hollywood məcbur qaldı dəyişməyə. Geniş ekran formatları, 3D və daha sonra IMAX kimi texnologiyalar məhz bu böhrandan doğdu. Aktyorlar sərbəst agentə çevrildi, studiyalar isə mütləq nəzarəti itirdi. 1970-ci illərdə isə kino yeni bir silah tapdı, blockbuster. 1975-ci ildə Jobs göstərdi ki, güclü reklam və yay mövsümü ilə milyonlar qazanmaq olar. Ardınca 1977-ci ildə Star Wars gəldi və kino tarixində yeni dövr açdı. Film artıq təkcə biletdən yox, oyuncaqlardan, məhsullardan, davam filmlərindən pul qazanırdı. Kino brendə çevrilmişdi. Strategiya dəyişdi, az film, amma nəhəng büdcə və qlobal təsir. 1990-cı illərdə studiyalar daha da böyüdü və media konglomeratlarının bir hissəsinə çevrildi. Kino, televiziya, musiqi, oyun və yayım platformaları ilə birləşdi. Bugün film bəzən kinoteatrdan əvvəl streaming üçün planlanır, bəzən isə kinoteatr sadəcə böyük bir vitrin rolunu oynar. Gəlirin əsas hissəsi artıq biletdən yox, rəqəmsal yayımdan gəlir. Bu qlobal axının fonunda Azərbaycan kinosu da öz sənaye yolunu keçib. 20-ci əsrin əvvəlində Bakıda Paç, Filma, Piron qardaşları kimi xarici şirkətlər fəaliyyət göstərirdi. Yəni kino bizə təkcə sənət kimi yox, biznes modeli kimi də gəlmişdi. 1920-ci ildən sonra isə sistem dəyişdi, kino milliləşdirildi və 1923-cü ildə birinci dövlət film fabriki yaradıldı. Bugün bildiyimiz Azərbaycan filmin əsası qoyuldu. Sovet dövründə kino bazar yox, dövlət mexanizmi ilə işləyirdi. Gəlir üçün yox, ideologiya üçün maliyyələşdirilirdi. Amma bu modelin içində belə güclü filmlər, möhkəm aktyor məktəbi və zəngin irs formalaşdı. 1990-cı illərə qədər kino hələ də plyonkanın qanunlarına tabe idi. Amma kompüter səhnəyə çıxanda hər şey dəyişdi. 1993-cü ildə Jurassic Park ekrana gələndə tamaşaçı ilk dəfə real görünən rəqəmsal canlılarla üz-üzə qaldı. Bu CGI mümkündürmü sualını yox, bundan sonra hara qədər gedə bilərik sualının başlanğıcı idi. Cəmi 2 il sonra Toy Story çıxdı və kino tarixində ilk dəfə tam kompüterə yaradılmış bir dünya təqdim edildi. Artıq kamera obyektivi yox idi. Hər şey sıfırdan qurulurdu. 2000-ci illərin əvvəlində Star Wars-ın ikinci epizodu ilə Hollywood açıq mesaj verdi. Kino yavaş-yavaş plyonkadan azad olur. Bu yolun emosional zirvəsi isə Avatar oldu. Motion texnologiyası burada sadəcə texniki fənd deyildi. Aktyorun mimikası, baxışı və hissi rəqəmsal obrazın üzərinə köçürülürdü. Tamaşaçı artıq bu real deyil demirdi, çünki hiss real idi. Amma müasir kino təkcə ekranda dəyişmədi. Tamaşaçı ilə münasibəti də dəyişdi. IMAX formatı ilə ekran böyüdü, detal dərinləşdi, baxış artıq periferiyanı da tutdu. 3D texnologiyası bu dəfə rəqəmsal dövrdə xüsusilə Avatardan sonra kütləvi təcrübəyə çevrildi. Sonra 4DX gəldi və kino kreslosu belə oyuna qoşuldu. Oturacaqlar tərpənir, külək əsir, su çilənir, tüstü qalxır. Kino ilk dəfə təkcə görmə və eşitmə yox, bədən hissələri ilə də danışmağa başladı. Dolby Atmos isə səsi azad buraxdı. Səs artıq sağdan, soldan yox, məkanın istənilən nöqtəsindən gələ bilirdi. Kino zalı səhnəyə çevrildi. Bu dəyişikliklər istehsalatın özündə də baş verdi. Uzun illər yaşın folk əsas alət idi. Amma The Mandalorian ilə yeni bir anlayış gəldi. Virtual istehsalat.
The Volume adlanan nəhəng LED divarlar real vaxtda yaradılan mühitləri birbaşa çəkiliş meydanına gətirirdi. Aktyor boşluğa baxmırdı, rejissor təsəvvür etmirdi. Hamı eyni dünyanı eyni anda görürdü. Paralel olaraq süni intellekt prosesi daxil oldu. Aktyorların gəncləşdirilməsi, səslərinin yenidən yaradılması, montajın sürətləndirilməsi, hətta ssenari üzərində ilkin işləmələr. Kino artıq insan plus alqoritmə çevrildi. Bu texnoloji sıçrayış planlama formasına da dəyişdi. Plyonka qutuları yox oldu, rəqəmsal fayllar gəldi, yol qısaldı, streaming platformaları filmləri bir düymə məsafəsinə gətirdi. Kino zalı artıq yeganə ünvan deyil, ev, telefon, planşet də bu xəritəyə daxil oldu. Artıq tamaşaçının harda və nə vaxt filmi izləyəcəyini özü qərar verdi. Bu kinonu daha əlçatan etdi, amma yeni sual yaratdı. Kino zalının rolu necə olacaq? Cavab yəqin ki budur. Kino zalı artıq sadəcə baxılan yer yox, təcrübə yaşanan məkan olacaq. Bu qlobal dəyişiklik Azərbaycandan da yan keçmədi. Ölkədə müasir kinoteatr şəbəkələri, IMAX, 4DX və Dolby Atmos sistemləri təqdim edir. Yüksək parlaqlıqlı 4K lazer proyeksiyaları ilə film artıq təkcə göstərilmir, hiss etdirilir. Bir vaxtlar Bakıda neft fontanlarını çəkən kamera bu gün bizi texnologiyanın tam mərkəzinə gətirib çıxarıb. Və indi gəlib çıxdıq bu uzun yolun ən səssiz, amma ən vacib nöqtəsinə. Çünki kino nə kameradır, nə ekran, nə də texnologiya. Kino dildir və bu dil təsadüfən yaranmayıb. O, 10 illiklər boyu səhvlərlə, təcrübələrlə və risklərlə formalaşıb. Əgər biz bugün bir filmi baxıb burada nəsə hiss etdim deyiriksə, səbəbi məhz film qrammatikasındadır. Kinonun dili ədəbiyyat kimi kiçik vahidlərdən başlayır. Ən sadə vahid kadrdır. Kamera kəsilmədən nəyi çəkirsə, bu bir söz kimidir. Tək başına mənası ola da bilər, olmaya da. Kadrlar birləşəndə səhnə yaranır. Artıq bu bir fikirdir. Bir neçə səhnə ardıcıl gələndə isə epizod formalaşır. Hekayənin bütöv bir hissəsi. Tamaşaçı bunun fərqində olmadan oxuyur. Biz kinoya sadəcə baxmırıq, onu oxuyuruq. Bu dili yazan ilk əlifba müəllimləri isə çox tanış adlardır. Tamaşaçı ekranda ilk dəfə məkanı hiss etdirən Lumière qardaşları, kinoya reallığı təqlid etməkdən imtina edib xəyal qurmağı öyrənən George Mills, paralel montajla eyni vaxtda baş verən hadisələri birləşdirən Edwin S. Porter, kameranı aktyorun üzünə yaxınlaşdırmaq, onun daxili dünyasına girən Griffith. Kamera bu dilin tonunu müəyyən edir. Aşağı bucaq güc yaradır, yuxarı bucağı isə zəiflik. Göz səviyyəsi bizi neytral müşahidəçiyə çevirir. İri plan bir damla göz yaşını hekayənin mərkəzinə çəkir. Ümumi plan isə insanı məkanın içində tənha göstərir. Kamera hərəkətə başlayanda isə tamaşaçı yerində qalmır. Pan və tilt baxışı yönləndirir. Dolby və track bizi hadisənin içinə aparır. 1927-ci ilə qədər bu dil səssiz idi, amma sükut onu zəif etmirdi. Əksinə, universal edirdi. The Jazz Singer ilə qrammatika genişləndi. Bugün isə film qrammatikası fiziki sərhəd tanımır. CGI, rəqəmsal kameralar, virtual istehsalat. Amma paradoks budur. Texnologiya nə qədər dəyişsə də kino hələ də eyni sualı verir. Bu kadrla nə demək istəyirəm? Çünki yaxın plan hələ də emosiyadır. Montaj hələ də zamandır. Səs hələ də hissdir. Və bu video seriyasına məhz burada bağlamaq istəyirəm. Kino nə təkcə tarixdir, nə texnologiya, nə də sənaye. Kino insanın özünü anlamaq cəhdidir. Bir vaxtlar qatar ekrana gələndə insanlar qaçırdı. Bugün isə biz o səhnəyə baxıb gülümsəyirik. Dəyişən texnologiya deyil, bizim alışma sürətimizdir. Hiss isə hələ də eynidir. Kino bizə hələ də qorxuda, sevindirə, düşündürə bilir. Çünki o, düzgün qurulmuş bir dildə danışır. Əgər bu uzun səyahət sənə də nəsə hiss etdirdisə, deməli kino öz işini gördü. Kanala abunə olmağı, video bəyənməyi və şərhlərdə fikrini yazmağı unutma. Səncə kino ən güclü dilini hansı anda tapdı? Səssiz dövrdə, səs gələndə, yoxsa rəqəmsal inqilabdan sonra? Növbəti videolarda görüşərik. Stop.